Azərbaycan Milli İncəsənət Muzeyində oktyabr ayında çox maraqlı sərgi açıldı. Bu sərgi Azərbaycan rəngkarlıq tarixində çox böyük iz qoymuş nonkonformist rəssam Tofiq Cavadovun 100 illiyinə həsr olunmuş Yarımçıq qalmış ömür. Bu sərgi demək olar ki, retrospektivdir. Burada 70-dən artıq qrafika və rəngkarlıq əsərləri nümayiş olunur. Və burada həm Azərbaycan Milli İncəsənət Muzeyinin, eyni zamanda Dövlət Rəsm Qalereyası və Bakı İncəsənət Mərkəzi, bir də müxtəlif şəxsi kolleksiyalarda saxlanılan Tofiq Cavadovun əsərləri nümayiş olunur. Bu əsərlərin bir qismi ümumiyyətlə ilk dəfə göstərilir. Onların vəziyyəti heç də yaxşı deyildi və bizim muzeyimizin təşəbbüsü ilə bu il ərzində bu əsərlər bərpa olundu və bu sərgidə öz yerini aldı. Eyni zamanda ilk dəfə olaraq biz bizim sərgimizdə onun kitab qrafikasının silsiləsini də göstəririk və bu da bir yenilikdir və demək olar ki, Tofiq Cavadovun yaradıcılığına biz hər tərəfli və müxtəlif dövrlərə sanki səyahət edirik və məhz bu sərgi haqqında biz sərginin təşkilatçılarından biri olan və bu ekspozisiyada, onun şəxsi kolleksiyada və qalereyasında saxlanılan əsərləri Rafael müəllim Gülməmmədli ilə danışmaq istəyərdik. Tofiq Cavadov Azərbaycan rəngkarlığına ən çox təsir etmiş rəssamlardan biridir. O, Azərbaycan modernist incəsənətinin, modernist təsviri sənətinin əsas amillərini, əsas xüsusiyyətlərini işləmiş bir rəssamdır. Siz dediniz, bəli, həqiqətən də Tofiqin sənətə gəldiyi bir dövr çox maraqlı bir dövr idi. Artıq SSR-də siyasi yumşalma dövrü başlamışdı. Stalin dövrü, Stalinizm dövrü artıq arxada qalırdı. Müəyyən siyasi islahatlar gedirdi Xruşov tərəfindən. Bu istərsiniz müəyyən bir yumşalmalara, müəyyən bir siyasi qəfəslərin siyasi cəhətdən müəyyən bir azadlıqların verilməsi dövrü idi. Və Tofiqin yaradıcılığı məhz bu dövrə düşür. Amma mən ona demək istəyirəm ki, Tofiq yalnız o zamandan bəhrələnib özünün belə, deyək ki, nonkonformist, azad ruhlu, modernist, novator əsərlərini yalnız ona görə yaratmadı. Onun yaradıcılıq həyatı Stalinin hələ ki vəfatına qədər olan bir dövrdən başlamışdı. Bunun da əsası, belə bir yaradıcılığa başlamanın əsas səbəbkarı onun böyük qardaşı, Azərbaycanın böyük rəssamı Cavad Mircavadovun rolu əvəzsizdir. O zaman Cavad Mircavadov artıq 50-ci illərin ortalarından Leningraddan Bakıya qayıtdıqdan sonra özünün metodologiyası ilə yeni bir məktəbin yaranmasını başladı. Biz indi deyirik ki, Tofiq Cavadov nonkonformist rəssamdır. Amma niyə sual yarana bilər? Məsələn, onun əsərlərinə biz baxanda, biz indi çox gözəl zaldayıq. Burada Abşeron seriyası sərgilənir və bu əsərlər 50-ci illərin ortalarında yaradılmışdı. Və bizim daimi ekspozisiyamızda bizim klassiklərimizin əsərləri nümayiş olunur. Həmin illərdə yaradılan əsərlər. Məsələn, Böyük Ağa Mirzazadənin Pambıqçılar əsəri də nümayiş olunur. Həmin illərdə 1956-cı ildə yaradılmış bir əsər və biz bu əsəri məsələn Tofiq Cavadovun Buzovna aşırımı əsəri ilə müqayisə etsək, artıq bizdə sual qalmayacaq. Orada çox gözəl kompozisiya, həlli rəng, işıq gölgə oyunu var və birdən-birə biz görürük Tofiq Cavadovun əsərlərini, bu mənzərələri, onlar bizə çox yaxın gəlir, müasir. Yəni, indiki dövrdə rəssamlar belə çəkir, amma 50-ci ildə belə əsəri yaratmaq, haradakı Abşeronun yeri qırmızı rəngdədir, sonra ağacları belə mavi tonlarda verilib. Yəni, o dövr üçün bu həqiqi mənada inqilab olub. Məhz Tofiq Cavadov, Cavad Mircavadovun nəzəri baxımdan işlədiyi Abşeron məktəbi nədir? Abşeron məktəbi metodologiyasını həyata keçirən ilk rəssamdır.
Deməli, belə götürəndə Abşeron məktəbi ilk növbədə iki rəssamın adı ilə bağlı olmalıdır. Cavad Mircavadov onun nəzəri əsaslarını işlədi. Tofiq Cavadov isə ilk dəfə olaraq həmin nəzəri əsasları praktikada işlədi. Bu baxımdan Tofiqin irsi həddindən artıq qiymətlidir. Tofiqin Abşeron mənzərələri elə bir kanonlar yaratdı ki, ondan sonra gələn rəssamlar da o kanona boylanmamış Abşeron eləmirdilər. Bu aiddir həm də ki, sosializm üslubunda işləyən rəssamlara, yalnız modernistik yönündə işləyən rəssamlara yox. Yenə də biz Tofiq Cavadovun non-konformist rəssamı olduğundan danışanda qeyd eləməliyik ki, hal-hazırda biz onun industrial mövzusunda yaradılmış əsərlərin zalındayıq. Burada həm qrafik, həm rəngkarlıq əsərləri nümayiş olunur və onu vurğulamaq istəyirəm ki, onların əksəriyyəti 50-ci illərin sonlarında yaradılmışdı. Ümumiyyətlə belə desək, industrial mövzusu Sovet dövründə əsas aktual mövzulardan biri idi. Və demək olar ki, bütün rəssamlar bu mövzuda əsərlər yaradırdı və sonra səyyar sərgilər təşkil olunurdu. Yəni onlar ezam olunurdu müxtəlif zavodlara, fabriklərə, böyük tikililərə və əsas ideya ondan ibarət olmuşdu ki, onlar öz əsərlərində Sovet dövrünün inkişafı, uğurları haqqında gözəl əsərlər yaratsınlar. Tofiq Cavadov da biz burada görürük, sexlərdə, zavodlara gedirdi və bu cür əsərlər yaradırdı. Amma yenə də biz o dövrün əsərləri ilə müqayisə etsək, fərqli şeylərdir. Və artıq onun 50-ci illərin sonlarında 60-cı illərdə geniş yayılmış sərt üslubun əsasını biz onun əsərlərində görürük. Bəli, tamamilə doğrudur. Az bir müddət keçir. Artıq 50-nin sonu, 60-ın əvvəllərində Tofiq yeni eksperimentlərə baş vurur. Tofiq faktiki olaraq Azərbaycanda sərt üslubu yaradan ilk rəssamdır. Bundan başqa, Tofiq Azərbaycan təsviri incəsənətində ilk neorealizm yaradan rəssamdır. Tofiqin əsərlərində artıq o sərt realizm üslubunda eksperimentlər o dərəcəyə çatır ki, biz həmin onun yaradıcılığında kubistik yanaşmaları görürük. O qorxmur, o cəsarətlə kubistik formalar işləyir. Hətta hardasa kubofuturizmə yaxın eksperimentlər eləməkdən də çəkinmir. Çox cürətli addımlar. Təbii ki, o zaman sosializm, fəhlə kəndli ideologiyasına köklənmiş, sosializm üslubunda yaranan əsərlərin fonunda bu bir inqilab idi. Bu yeni bir nəfəs idi və təbii ki, bu rəsmi orqanların qısqanclığına səbəb olurdu. Bunu o zamanlar Sovet sosialist dövlətində kommunizm ideologiyası üzərinə köklənmiş incəsənətin təbliği olan bir yerdə modernistik bir yanaşma eləyəsən, eyni mövzunu, eyni zavod mövzusunu, sən onu tamam başqa gözlə baxasan və bunu qorxmadan təqdim eləyəsən, təbii ki, bu bir qısqanclıq doğurmalı idi mütləq. Və həqiqətən də doğrudur. Bu baxımdan biz həmin dövrdə olan bu modernistik üslubda işləyən rəssamların həyatına nəzər salanda onların müəyyən çətinliklərlə üzləşdiyini mütləq qeyd eləməliyik. Ki, rəsmi ideologiya, rəsmi siyasət heç bir halda o kommunizm ideologiyasının çərçivəsindən kənara sapınmağa dözə bilməzdi. Bu baxımdan o həmin rəssamları bu və ya digər şəkildə cəzalandırmalıydı. Və cəza da ondan ibarət olmuşdur ki, onların əsərləri sərgilənmirdi, onların sifarişləri demək olar ki, olmamışdı və bu rəssamları heç kəs tanımırdı. Yəni, onları artıq Sibirə sürgün etmirdilər, öldürmürdülər. Lakin bu cür onları həqiqi mənada məhv edirdilər. Və Tofiq Cavadovun həyatı da heç də asan həyat deyildi. O 37 il yaşadı, çox qısa ömür sürdü. Və o mənim fikrimcə çox tənha adam olmuşdu və onun əsərlərin məncə əsas qəhrəmanı küləkdir. Ona baxmayaraq ki, onun əsərlərində biz bu küləyi
həm mülayim görə bilirik, həm də həqiqi mənada faciəvi. Bəli, onun son dövrü yaradıcılığını bir Abşeron küləyi kimi də obrazlı şəkildə demək olar. Özü də o sonuncu əsəri işləyəndə həmkarlarına demişdi ki, deyək bu əsərin adı nədir? Belə bir kompozisiyadır, kubistik bir kompozisiyadır. Qadınlar küləyə qarşı gedirlər, onlar çox böyük bir çətinliklə adlayırlar. Sanki Tofiq də özü adlayır bu həyatda. Deyir ki, bu əsərin adı deyir, küləkdir, məni aparır. Deyir və susur. Təbii ki, bu ətrafdakılara çox pis təsir eləyir. Kimsə ona toxtaqlıq verir, kimsə ona pessimist notlardan çəkilməyə çalışır. Amma rəssam elə bir ki, bir vergili kimi o elə bir öz həyatını artıq bilirdi və külək əsəri onun bir yaradıcılığının kvintessensiyası və sonuncu bir nidası idi. Bu nidanı qoyub o həyatdan getdi. Sanki ssenarini Allah Taala özü yazırdı orada. Külək sanki öncədən görməkdi. Sanki o hiss eləyirdi ki, bu onun son əsəridir və hətta Sara Nazirova, Sara Oğuz bu rəssamların haqqında onun məqalələri, kitabları çıxmışdı. O yazmışdı ki, bu əsəri qardaşı Mircavad görəndə onun emalatxanasında o çox sarsıldı və anasına dedi ki, bilirsən, sənin oğlun rekviem çəkdi. Və həqiqi mənada Tofiqin həyatı qəfildən dayandı. Və onun bir əsərin taleyi də çox çətin olmuşdu. Lakin hal-hazırda bu əsər ümumiyyətlə Azərbaycanın ən tanınmış əsəridir. Və bu əsər müasir İncəsənət Muzeyində saxlanılır. Neftçilər əsəridir. Hansı ki, həqiqi mənada o sərt üslubun və neorealizmin yeni bir təməli qoyan bir əsərdir. Ona görə bizim üçün bu əsər çox vacibdir və onun yaradıcılığında da bu məncə ən böyük və ən uğurlu əsərdir, monumental əsərdir. Sara xanım öz məqaləsində bu əsərin taleyini yazdı. Və hər kəs onu oxuyanda məncə bu bir filmdir. Hətta ancaq bir əsər haqqında bir bədii film çəkilə bilər. Yəni bu əsər təsəvvür eləyin ki, onun heç bir sərgisində nümayiş olunmamışdı Sovet dövründə. Onun ilk sərgisi 64-cü ildə baş vermişdi onun vəfatından sonra və bu əsər ora buraxılmamışdı bəzi səbəblərə görə. Və sonra onun qardaşı Mircavad, sonra Rasim Babayevin emalatxanasında bu əsər saxlanılırdı illərlə. Sonra da bərpa mərkəzinə verilib. Və bərpa mərkəzində artıq içəri şəhərdə, məsciddə yerləşirdi Sovet dövründə. 2007-ci ildə isə oradan yeni binaya köçəndə o əsər nədənsə tullantıların içərisində idi. Sara xanım bunu görəndə Rasim Babayevin oğluna Elnur Babayeva zəng elədi ki, dayının möhtəşəm əsəri burada məhv olunur. Gəl onu apar. O da gəlib aparıb öz emalatxanasında onu açanda gördü ki, demək olar ki, əsər həqiqi mənada məhv olunmuşdu. Tofiq Cavadov ümumiyyətlə həm eksperimentlər aparırdı, həm də ola bilsin ki, onun vəsaiti olmamışdı ki, boyalar alsın və s. Ona görə, məsələn, grunt diş pastası ilə vurulurdu, tipoqrafik boyalar istifadə olunurdu. Ona görə hətta biz burada görürük, bu əsərlər qabarıq şəkildə, indi də çox çətindir onları qorub saxlamaq. Və təsəvvür edin ki, bu vəziyyətdə bu əsər demək olar ki, məhv olundu və Natiq Səfərov bu əsəri bərpa elədi.
tam unudulmuş əsər 2009-cu ildə yeni açılan Müasir İncəsənət Muzeyində öz layiqli yeri tutdu. Tofiq Cavadovun əsərləri bizim muzeyimizdə qorunub saxlanılır. Bizdə kifayət qədər böyük kolleksiya var. Çox önəmli əsərlər elə bizdədir. Onların bir çoxusu 60-cı illərin sonu, 70-ci illərdə əldə olunub və hal-hazırda da biz çalışırıq şəxsi kolleksiyalardan onun əsərlərini muzeyə daxil edək bizim kolleksiyamıza. Ona görə ki, belə böyük rəssamların irsi böyük muzeylərdə qorunub saxlanılmalıdır, tədqiq olunmalıdır və təbliğ olunmalıdır. Bəli, çox yaxşı ki, Azərbaycan Milli İncəsənət Muzeyində Tofiqin ən böyük kolleksiyası toplanıb, saxlanılır. Bu, Azərbaycan təsviri incəsənətinin bəxti gətirib ki, o zaman belə bir iş baş verib. Tofiq Cavadov qeyd etdiyimiz kimi qısa ömür yaşadı. İnsan kimi, rəssam kimi. Amma onun yaradıcılıq irsi başqa bir zamanda böyük bir rəssamın yaradıcılıq irsinə bərabər qədərdir.